Qəfəsdən belimdə kəmər olmadan çıxma ehtimalım yoxdur. Cümlə çox iddialıdır. Bunu daha da iddialı edən şey İslam Maxachevə qarşı istifadə olunmasıdır. Yangeri UFC 130 kartının əsas qarşılaşmasında İslam Maxachevə qarşı welter kəməri uğrunda mübarizə aparacaq. Əslində bu qarşılaşma aylar öncədən anons edilmişdi. Ancaq biz artıq döyüş həftəsindəyik. Döyüş avqust ayının 16-sında baş tutacaq. Bu bir analiz videosudur. Biz irəliləyən dəqiqələrdə həm döyüşü ətraflı analiz edəcəyik, həm də bir təxmin edəcəyik. 10.000 abunə hədəfimiz var. Əgər kanal fəaliyyətini bəyənirsinizsə, kanala abunə olaraq videolarımızı bəyənərək bizə dəstək ola bilərsiniz. Diqqətimi çəkən belə bir nüans var ki, İslam Maxachev və Yangeri döyüşü demək olar ki, kütlənin diqqətini çəkmir. Düzdür, bu döyüşdə 72% favorit İslam Maxachev göstərilir, ancaq mən belə düşünmürəm. Yangerinin İslam Maxachevi məğlub etmək üçün kifayət qədər böyük şansı var. Carlos Prates, Charles Oliveira kimi adlar da bu döyüşü Yangerinin qazanacağını düşünürlər. Carlos Pratesi bu fikrinə görə başa düşürəm, çünki Yangeri ilə döyüşdə demək olar ki, silahlarının heç birini istifadə edə bilmədi. Gerinin fikirləşirəm ki, ən yaxşı tərəflərindən biri məsafəsini çox gözəl şəkildə istifadə edə bilir. Bilirik ki, Carlos Prates ayaq üstə döyüşdə çox təhlükəlidir, ancaq bunu Yangeriyə qarşı heç bir şəkildə istifadə edə bilməmişdi. Gerinin boy avantajı var və bunu çox yaxşı şəkildə istifadə edir. Oliveira bu döyüşdə yerdə yarana biləcək təhlükələr üçün Geriyə kömək edir. Düzdür, İslam Maxachevin bu mövzu ilə bağlı kinayəli bir açıqlaması var. Maxachev deyir ki, Oliveira ona ancaq daha tez təslim olmağı öyrədə bilər. Əslində kinayəli və iddialı bir açıqlama olsa da, reallığı əks etdirən bir açıqlamadır. Çünki Oliveira və İslam Maxachevin döyüşünü xatırlayırıq. İslam Maxachev Oliveiranı təslim etdirmək üçün heç bir çətinlik çəkməmişdi. Oliveira demişkən Arman Sarukyan uzun müddətdən sonraki geri dönüşünü Oliveiraya qarşı edəcəkdi. Ancaq Oliveiranın məşq yoldaşı, yaxın bir dostu dünyasını dəyişdiyinə görə Oliveira bu döyüşdən geri çəkilməli oldu və Arman Sarukyanın rəqibi Mauricio Ruffi oldu. Bu arada Arman Sarukyan bu döyüşdə İslam Maxachevi dəstəkləyənlərdəndir. Arman Sarukyan RAF təşkilatında özünə bir krallıq yaratmışdı. Oranın çempionluq kəmərini belə götürməyi bacarmışdı. Ancaq son qarşılaşmasında Colby Covington Arman Sarukyanın kəmərini əlindən alır və onu məğlub edir. Sarukyan Ruffini hiss eləməz deyə bir düşüncə var. Mənə elə gəlir ikisi də bir-birini kifayət qədər yaxşı hiss eləyəcəklər. Məsələn, mənə elə gəlir ki, Ruffi Sarukyan qədər güləş bazası yaxşı olan bir idmançı ilə heç qarşılaşmayıb. Həmçinin Sarukyan da Ruffi kimi bir döyüşçü ilə heç qarşılaşmayıb. Ona görə də belə bir qarşılaşmanı qətiyyən qaçırmaq olmaz. İlya Topuria məğlubiyyətsiz olduğu zamanlarda çox iddialı danışırdı və bütün danışıqları gündəm olurdu. İndi isə həmin o iddialı açıqlamaları özü yox, onun meneceri edir. Menecerinin dediklərinə görə İlya Topuria geri qaydanda heç kəs hiss eləməyəcək. Justin Gage'ini, İslam Maxachevi, Paddy Pimblett-i, kim varsa hər birini darmadağın eləyəcək. Əslində mən fikirləşirəm ki, heç bu deyilənlərə nə İlya Topuria'nın meneceri, nə də Topuria'nın özü inanmır. Sanki Topuria yaxında geri dönəcək siqnalını başqa cür versiyada bizə bildirirlər. Bu arada Topuria'nın menecerini qızışdıran Ali Abdelaziz olub. Usman Nurmagomedov PFL təşkilatında keçirdiyi son döyüşü çox uğurlu başa vurdu və birinci raundda rəqibini texniki nokautla bitirdi. Usmanın artıq PFL-də görəcəyi bir iş qalmayıb, yəni artıq UFC-də çıxış etməyin vaxtıdır. Ali isə bunu çox iddialı şəkildə dedi. Qısacası Usman UFC-də 70 kiloda heç kimi hiss eləməz deyə bir şey dedi. Təbii ki, Usman Nurmagomedov UFC-də 70 kiloda fərqlənməyi bacarar. Ancaq real danışmaq lazımdır ki, Usman Nurmagomedovun PFL-dəki rəqibləri UFC-də müqayisə olunacaq səviyyədə deyillər. Usman özünü hələ ən yuxarı səviyyədə test eləməyib. Məsələn, Umar Nurmagomedov özünü yaxşı göstərirdi və məğlubiyyətsiz irəliləyirdi. Xəbib Nurmagomedov ona çətin bir sınaq verdi və çempionun Merab Dvalishvilinin qarşısına atdı. Və demək olar ki, Merab bir çətinlik çəkmədən Umar üzərində qələbə qazandı. Bu mövzuları geniş müzakirə etdiyimiz bir video olacaq. Ancaq hər şey hələ ki tezdir və bugünkü mövzumuz İslam Maxachev və Yangeri döyüşünün analizidir. Bu qarşılaşmaya İrlandiya və Dağıstan qarşılaşması kimi baxanlar da var. İllər əvvəl UFC tarixinin unudulmaz anlarından biri yaşanmışdı. Conor McGregor və Xəbib Nurmagomedov döyüşü. İrlandiyanı təmsil edən Conor McGregor Dağıstandan gələn Xəbib Nurmagomedova məğlub olmuşdu. Odur ki, bu qarşılaşma həm də intiqam qarşılaşmasıdır. Bəs görəsən Yangeri İrlandiyanın intiqamını ala biləcəkmi? Biraz bu haqda danışaq. Geri bu döyüşə dünyanın müxtəlif ölkələrində hazırlaşıb. Güləşini inkişaf elətdirməkdən ötürü Gürcüstana belə getmişdi. İslam Maxachev xoş niyyətini göstərmək üçün Yangeriyə hətta ağıllı bir tövsiyə də eləmişdi. 1-2 ay güləşlə məşğul olub özünü inkişaf etdirə bilmərsən. Bu, uşaqlıqdan gəlməli olan bir şeydir. Ona məsləhətim odur ki, güclü olduğu tərəflər üzərində daha çox çalışsın ki, döyüşdə bir şeylər göstərə bilsin. Yangeri də Maxachevin bu tövsiyəsinə qulaq verdi və Gürcüstandan qayıtdı. Gerinin güləşə qarşı müdafiəsi çox yaxşıdır. İslam Maxachev isə deyir ki, bu işdə səviyyələr var.
Razılaşıram, bu işdə səviyyələr var. Ancaq biz İslam Maxacevin daha əvvəl qarşılaşdığı bəzi döyüşlərdə güləşməkdə çox çətinlik çəkdiyini görmüşük. Bunun ən böyük örnəklərindən biri də Aleksandr Volkanovskidir. Bu balaca adam İslam Maxacevlə ilk qarşılaşmasında demək olar ki, İslam Maxacevi məğlub etmişdi. Bundan başqa Dustin Poirier də İslam Maxacevlə döyüşə çox yaxşı hazırlaşmışdı. Düzdür, İslam çox çətinliklə də olsa Poirieri yerə ala bilirdi, ancaq yerdə heç bir şəkildə saxlaya bilmirdi. 5-ci raundda İslam Maxacev işi şansa buraxmamışdı və Poirieri çox gözəl bir submissionla məğlub etmişdi. Bu döyüş üçün Maxacev çox arxayın danışır. Hətta qeyrini 1-ci raundda belə bitirə biləcəyini deyir. Maddarena ilə döyüşdə riskə getməmişdim, çünki kəməri almaq mənim üçün çox vacib idi. Ona görə də Maddarenanı yerə alırdım və yerdə saxlayıb kontrol edirdim. Bu döyüşdə isə riskə getmək və qeyrini vaxtından əvvəl bitirməyi planlayır. Maraqlıdır ki, Maxacev üçün qeyri doğrudan da bu qədər asan rəqib kimi görsənir, yoxsa bu sadəcə döyüşün reklamını daha da artırmaq üçün deyilən iddialı cümlələrdir. Məsələn, mən Maxacevin yerində olsaydım bu qədər arxayın olmazdım. Qeyrini məğlub edən tək adam Şəfqət Rəxmanovdur. O da qeyrini məğlub edəndən sonra həyatda başına gəlməyən qalmayıb. Qeyri demək olar ki, hər döyüşündə rəqiblərinə dizinin üzərindən təpik vurur və onları zədələyir. Şəfqət Rəhmanov zədəsini müalicə edib qəfəsə qayıtmağa çalışarkən, arxa planda da ailəsində böyük problemlər baş verdi və hətta ailəvi itkilər də oldu. Yəni bu adam hələ də özünü yığıb-yığışdırıb qəfəsə qayıda bilmir. Bu videonu seçmək üçün həm İslamın, həm də qeyrinin döyüşlərini təkrar izlədim. Elə Şəfqətdən danışmışkən birinci Yan Qeyri və Şəfqət döyüşü haqqında danışaq. Şəfqətin bir neçə cəhdi uğursuz alınsa da Yan Qeyrini yerə almağı bacarırdı. Amma Qeyri həmin döyüşdə də yerdə aktiv olurdu və yerdə uzun müddət qalmırdı. Hətta az qalsın Yan Qeyri həmin döyüşdə Şəfqət Rəhmanovu boğucu fəndlə bitirəcəkdi. Qeyrinin son döyüşü köhnə çempion Belal Muhammədə qarşı olub. Belalın raundlar ərzində yoxladığı heç bir teqdan uğurlu alınmayıb. Qeyrini məğlub etmək bir kənara qalsın, Belal Muhammed o döyüşdə az qalsın kör olurdu. Belal demişkən onun fikrincə İslam Maxacev bu döyüşdə qalib olacaq. Hər kəsin fikrindən danışdıq. İndi isə mən bu döyüş haqqında öz fikirlərimi deyəcəm. İslam Maxacev qeyrini bitirəcək. Riskli bir iddiada ancaq İslam Maxacev üçün bu riskə getməyə dəyər. Maxacev Yan Qeyri ilə qəfəsin ortasında döyüşməyəcək. Qeyrini qəfəsin tellərinə doğru sıxışdırıb daha sonra bitirməyə çalışacaq. 25 dəqiqə ərzində bunu eləməyə çalışacaq və fikirləşirəm ki, cəhdlərinin birində uğurlu olacaq. Yan Qeyri bu döyüşdə qalib tərəf olmaq üçün gərək ki, İslam Maxacevi nokaut etsin. Düzdür, Qeyrinin yaxşı zərbələri olsa da bitiriciliyi azdır. Ancaq hər bir halda bu bir döyüşdür və bir zərbə hər bir şeyi dəyişə bilər. Və Yan Qeyri bu zərbəni İslam Maxacevə vura biləcək çox potensiallı döyüşçülərdəndir. Bu ehtimalların hər biri 50-50 olan ehtimallardır, çünki döyüşdə heç nəyə dəqiq demək mümkün deyil. Ancaq %90 düşündüyüm bir şey var ki, bu döyüş xal hesabı ilə bitməyəcək. Ya Yan Qeyri axtardığı zərbəni tapıb İslam Maxacevi yuxuya göndərəcək, ya da İslam Maxacev Yan Qeyrini bitirəcək. Maxacevin qələbəsinə bütün MMA dünyası olaraq çox ehtiyacımız var, çünki bilirik ki, 2026 ili çox qəribə bir il oldu. Xamzat Chimaev, Alex Pereira, İlya Topuria, Merab Devalishvili kimi məğlub olacaqlarını düşünmədiyimiz bir çox döyüşçü məhz bu il məğlub oldu. Hər kəs İslam Maxacevin bu lənəti qırmağını və qalib olacağını gözləyir. İslam Maxacev qalib də olsa, məğlub da olsa çox şey dəyişəcək. Michael Morales bu qarşılaşmanın zamin döyüşçüsüdür. Yəni ikisinə birinin başına bir şey gəlsə, döyüşdən geri çəkilməli olsa, Morales bu döyüşdə əvəzedici olacaq. Ümid edirəm ki, belə bir şeyə ehtiyac qalmayacaq, ancaq bu bizə nəyə göstərir? Əgər İslam Maxacev qeyrini məğlub edərsə, demək ki, bundan sonraki rəqibi Michael Morales olacaq. Məğlub olsa 77 çəkisində çox bir şey dəyişməyəcək. Onsuz da İslam 77 kilosuna yenicə qalxmışdı və sadəcə Jack Maddarena ilə qarşılaşmışdı. Ancaq fikirləşirəm ki, bu məğlubiyyət ümumi MMA dünyasını silkələyər. Düzünə qalsa mən inanmıram ki, Yan Qeyri qalib olacaq deyən UFC döyüşçüləri belə İslam Maxacevin məğlub olacağına həqiqətən inanırlar. UFC-nin üzü olan, UFC-yə hype gətirən idmançıların bir-bir ulduzu sönür. Maxacevdə bitərsə UFC görəsən toparlanmaq üçün kimi qabağa çıxaracaq. UFC döyüşçülərinin hər biri çox yüksək səviyyəli, elit səviyyəli idmançılar. Ancaq UFC-nin üzü olmaq üçün bütün bunlar kifayət eləmir. Tutaq ki, İslam Maxacev bu döyüşdə məğlub oldu. Ən çox bir həftə bu haqda danışılacaq və sonra unudulub gedəcək. Bəs yaxşı, bundan sonra UFC izləyicilərin diqqətini çəkmək üçün, böyük satışlar keçirmək üçün kimlərin döyüşünü keçirir? Əgər İslam Maxacev karyerasını bitirməsə, davam eləsə, yəqin ki, ən yaxşı halda 70 kiloya geri qayıdıb Justin Gage ilə kəmər uğrundan mübarizə aparsa, böyük UFC hadisələrindən biri baş verər. Əslində diqqətinizə çatdırmaq istədiyim şey odur ki, bu qarşılaşma asar qarşılaşmalardan biridir. Yəni fikrimcə bu döyüşün nəticəsinə görə UFC-də kartlar yenidən paylanacaq. Bu mənim fikirlərim idi. Siz də öz fikirlərinizi şərh bölməsində yazmağı, videoları bəyənib kanala abunə olaraq bizə dəstək olmağı unutmayın.